Koku dedim, ağlıma tütsü geldi. Tütsü de deyəndə ağlıma bir adam geldi. Mənim müəllimim olmuşdu. Sonra işte kimlərsə şöbə müdürü idi. Düzdür, mənim öz müdürüm də, ilk müdürüm də elə müəllimim idi. Magistrdə bizə dərs demişdi. İndi o tütsü deyəndə o yadıma düşdü. Biz binamızı dəyişmişdik, köçmüşdük digər binaya. Heç orada boşuna köçmüşdük. Sonradan artıq orada boşaldılmışdı və s. Bir başka yere köçürülmüşdük. İndi o da getmişdim. Bir lazımsız adam dirənmişdi ki, gəl gedək də flankəsi görüm padruqamı. Mən də istəmirdim ora qayıtmaq. Getdim öz otağımızda, öz yerimizdə bunu görmək pis oldu da, garip oldum yani. Həmişə biz otururduk burada, indi onlar oturmuşdu. Tütsü falan yakırdı oradaki havanı dəyişməyə, enerjini şeyləməyə. Onu da çünki əvvəlki bizim müdürümüzdən xoş gəlməmiş hekayə var imiş nəsə ortada.